olmaq dinə inanmamağımı tələb edir? Nəyə görə ziyalı olmaq imansız olmaq kimi anlaşılır? Elmin inkişafı dini təsdiq, yoxsa inkar edir? İslam elmli və savadlı olmağı təbliğ etdiyi halda əksər müsəlmanlar niyə savadsızdır? Az sonra günə baxanda. Hörmətli tamaşaçılar, hörmətli televiziya tamaşaçıları, birinci hissədən artıq anonsdan bilirsiniz mövzumuz nədir. Düzdür, bizim qonaqlarımız çox hörmətli insanlar və bu mövzu haqqında danışmağa haqqı olan insanlardılar. Bizimlə birlikdə Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Xudaverdi Qəmbərovdur və bizimlə Tibb Universitetinin dosenti Rəşid Mahmudov və müğənni, ilahi musiqilərin necə deyərlər, təmsilçisi kimi bizimlə birlikdə Samir Nəsimdir. Biz ümumiyyətlə mövzunu biraz başqa cür qoymuşduq. Nəticə etibarilə istəyirdik ki, bu informasiyalar insanlarımıza çatsın, xalqımıza çatsın. Ümumiyyətlə dinimizə olan münasibət, bugünkü bu münasibət ki var, dinimizə maddi maraqdan çıxış eləyərək bir çoxlara baxır. Bir çoxları da dinimizə biz necə baxırlar. Yəni, hamı Allahdan qorxur, hamı Allahdan inanır və onlara nəyi ki təqdim edirlər, ona inanmağa Allaha qorxusunun bir tələbi kimi qəbul edirlər və bu özü də bir çox düzgün olmayan şeyləri gətirib çıxardır və biz əslində istəyirik ki, dinimiz Allah Taala'nın Quran-ı Kərimdə göndərdiyi progresiv, inkişafı və müasirliyi tələb edən formada insanlarımız tərəfindən öyrənilsin. Xurafat yox, yalan yox, kimlərinsə öz maraqları üçün təbliğ edikləri, insanlara sırmaq istədikləri şey yox, İslam insanlara çatsın və burada da adətən belə bir şey var ki, belə bir indiyənə kimi bizə belə bir şeyi təbliğ edilmişlər ki, ziyalı olan insan, savadlı olan insan Allah'a inanmaz, dinə inanmaz, xurafatdan uzaq olar. Burada da hörmətli insanlar deyirlər ki, xurafatla əslində din ayrı-ayrı şeydir. Əslində ziyalı, aydın, yəni ki, işıqlı adam, yəni ümumiyyətlə bu dinsiz olmaq qeyri-mümkündür. Biz bunlardan danışdıq, çox maraqlı məsələlərə toxunduq. Mən istəyirəm bizim söhbətimizə qatılıb daha da onun rəngarəng getməsi üçün buna dəvət edeyim ilahiyyatçı Elşad Mirini. Shake it, shake it, shake it. Hörmətli tamaşaçılar, bizim düzdür, mənim məsəl üçün çox təəccübləndirmişdi bayaq Kantın nəzəriyyəsindən danışdığım Hegeldən bir çox filosoflar ki var ki, Sovet vaxtı ateist, materialistlər o heç, amma ateist kimi tanıdırdılar insanlara və o insanların hamısının əslində Allaha inanan və Allaha və bugün bizim alimlərimizin dediyi formada inanan, yəni o vaxt ki Avropadakı var idi, xurafat və sırf hakimiyyət ünsürü kimi əldə tutulan o din var idi, onu inkar edən insanlar kimi tarixə keçiblər. Təsvir olsun ki, müəyyən ideoloji səbəblərdən onları bizə sırf dinsiz insanlar kimi təqdim eləmişdilər. Məsəl üçün, burada müəllimlər çox başqa şeylərdən danışdılar, lazımlı şeylərdən danışdılar, amma başqa formada. Mən istəyirəm, məsəl üçün, səndə belə bir məlumat varmı ki, bizdə hansı indinə kimi çox məşhur alimləri, elm adamlarını tanıdıblar bizə və deyiblər, nümunə kimi görürsünüz, bax, filan kəs kimi olmaq lazımdır, onu kimi olmaq üçünsə dindar olmamaq lazımdır, ateist olmaq lazımdır, din adamı geriyə aparır, nə bilim, nə və s. və yaxır. Bununla bağlı bir məsələyə olar mən aydınlıq gətirim, sonra bu məsələ haqqında danışardım. Çünki birincisi, elmlə dini qarşı-qarşıya qoymaq mümkün deyil. Çünki din başqa şeydir, elm tamamilə başqa bir şeydir. Çünki elmi hər hansı bir məsələ ortaya atılacaqsa, ondan əvvəl birinci problemi görür. Problemi görəndən sonra problemlə bağlı müşahidələr aparır. Sonra hipotezasını verir. Daha sonra deyək ki, nəzəriyyəsini atır və sonra bunu qanunlaşdırır. Amma din, elm bu dünyəvidir tamamilə. Amma din isə həm dünyəvi, həm uxravi dediyimiz. Yəni insanın həm bu dünyasını, bəli, həm də bu dünyadan sonraki ahirəti ilə bağlı olan məsələləri hər birini insanlara çatdırır və saadətini təmin edir. Ancaq elmdə bu məsələ yoxdur. Elm konkretliyi sevir. Budur, vəsə. Amma gəlin başqa bir məsələni qeyd edək. Sizin dediyiniz suala gəldikdə isə həqiqətən də bəli, bizə bir çox elm adamlarını, bizim tanıdığımız böyük şəxsiyyətləri həmişə çalışıbdır ki, keçmiş rejim bir növ dindən kənar kimi qəbul elətdirsin və bizi elə yetişdirsin. Həqiqətən bunu heç kim inkar eləyə bilməz ki, bizim təhsil aldığımız sistemdə bunlar bu cürə təqdim olmayıb. Məsələn, konkret misal deyə bilərik, elə bizim ən görkəmli dramaturq Mirzə Fətəli Axundovu. Bu günə qədər biz onun əksini bilirdik. Elə bilirdik ki, bu adam ateist olub, elə bilirdik ki, dinin əleyhinə olub. Amma Məmməd Əmin Rəsulzadənin Türkiyədə ikən onun haqqında yazdığı bir məqaləni oxuyandan sonra həqiqətən gördük ki, bu adam ümumiyyətlə bizim bu günlərin, biraz əvvəl müəllimlərimizin gözəl qeyd elədiyi
elədiyi xurafata və mövhumata qarşı olubdular. Bu dinin əleyhinə olmayıb. Bundan başqa bizim ən görkəmli deyək satirik şairimiz Mirzə Ələkbər Sabiri, onun deyək ki danışdığı, İslam haqqında dediyi fikirləri, onun ironiyana məsələyə yaxınlaşmasını tamamilə əks bir istiqamətdə götürüb bizə təqdim edibdir. Bundan başqa gələyin elm adamlarına. Məsələn bilirsiniz ki, ilk dəfə Yuri Gagarin'i yer kürəsindən kənara göndərəndə belə bir fikir səsləndirilirdi ki, Yuri Gagarin güya gələndən sonra belə bir şey deyirdi ki, mən dünyanın ətrafında bir neçə saat olmağıma baxmayaraq heç bir tanrını görmədim deyə. Yəni bunu təqdim edirdi. Bundan başqa sizin qeyd elədiyiniz Kantın nəzəriyyəsini deyirdi. Bundan başqa məsələn 1929-cu ildə ilk dəfə kainatın bir nöqtədən yaradıldığını sübut eləyən, halbuki bunu 1400 il əvvəl Quran-Kərim qeyd eləmişdi. Edwin Hubble. Məsələn, bu adam böyük alimi həmişə deyək ki, dinin əleyhinə olan bir insan kimi göstərirdi. Bundan başqa bildiyimiz kimi, deyək ki, o daha qədimlərə getdiyimiz zaman Qaliley ilə bağlı məsələləri elmlə din məsələsindən qarşı durma yaratmaq üçün istifadə edirdilər. Bundan başqa Newtonun bəzi məsələlərini istifadə edirdilər. Amma gəldik, 1955-ci ildə vəfat edən Albert Einstein çox gözəl bir bu məsələni konkretləşdirdi və öz möhrünü vurdu ki, dinsiz elm şikəstdir. Dinsiz elm topaldır. Çünki İslam dinində bu günlərim ola bilsin bəzi suallar ortaya çıxa bilər. Nəyə görə onda müsəlmanlar geridə qalıb? Bəli, bu İslamın xətası deyil. Biz müsəlmanların səhvidir. Çünki heç bir dinin ilk əmri oxu ilə başlamır. Heç bir dinin müqəddəs kitabının mənası düşünərək oxumaq mənasına gələn Quran deyil. Halbuki BMT-nin statistik məlumatlarına görə oxumağı və yazmağı bacaranların əksəriyyətinin azlığı müsəlman ölkələrin payına düşür. Yəni kəmiyyət var, keyfiyyət daha da azalıb. Ona görə bu günləri İslam dinini qəbul edən qərbli mütəfəkkirlərə baxdığımız zaman görürük ki, onlar məsələyə daha çox elmi şəkildə yanaşırlar. Ona görə bəzən elə insanlar var ki, Quran-ı Kərimdə bircə ayəni götürüb İslam dinini qəbul edən insanlar var. Quran-ı Kərimin 6236 ayəsindən cəmi bircə ayəsini. Məsələn, ondan başqa bilirsiniz ki, Pakistanlı alim var idi, Doktor Abdüssalam ilk dəfə fizika sahəsində Nobel mükafatı almışdı. Bəli. Həmin o Nobel mükafatını aldığı zaman belə çıxışında Quran-ı Kərimdə bir ayədən istifadə elədiyini bildirirdi. Bundan başqa yenə Avropa alimlərindən çoxlu misallar deyə bilər. Məsələn, İslam alimlərinin özlərinin heç birinin elmi inkişafını göz ardı eləyə bilmərik. Məsələn, bildiyiniz kimi Galileyin yer kürəsinin fırlandığını dediyi dövrdən 600 il əvvəl Biruni bunu qeyd eləmişdi. Hətta Newtondan 700 il əvvəl deyək ki, Biruninin yenə başqa bir elmi əsasları var idi ki, bunları açıqlamışdı. Bundan başqa bizim çox gözəl tanıdığımız, həkim olaraq qeyd elədiyimiz 1037-ci ildə vəfat edən, bəli, məsələn, İbn Sinanın özünün Əl-Qanun Fit-Tib adlı kitabı bilirsiniz ki 12-ci əsrdə Avropa dillərinə tərcümə edildi. Daha sonra 17-ci əsrə kimi Avropada bu kitab tədris olundu. Bunu necə biz inkar edə bilərik? Bundan başqa Xarəzmini bilirik ki, cəbirlə bağlı çox böyük, möhtəşəm elmi kitabı var ki, yəni bütün bunlar məsələn Əli Qurçunu, astronomiya ilə bağlı, rəsəmxana ilə bağlı, bəli Fərabini fəlsəfə ilə bağlı. Bunların sayını çoxaltmaq olar, inanın verilişlə çatmaz.